Bugün detoks çayları, detoks qidalanma tərzindən danışırıq. Ümumiyyətlə bunlar bizim bədənimizə necə təsir göstərir və ən sonda həm arıqlamaq istəyənlər, həm sağlam bədənə qovuşmaq, həm də yaşından daha cavan görünmək istəyənlər üçün gəlmiş keçmiş ən gözəl detoks reseptini paylaşıram. Odur ki, vaxt itirmədən keçək video. Ümumiyyətlə internetdə yetəri qədər görürsünüz, müxtəlif insanlar detoks çayları paylaşırlar, qidalanma tərzi paylaşırlar və inanırlar ki, doğrudan da bunlar bədəni detoks eləyir. Amma bütün bunların hamısı boş-boş bir uydurmalardır. Çünki reallıqda bədən özünü onsuz da detoks eləyir. Siz ona, məsələn, yaşıl tərəvəzlərdən yığılmış, blenderdən keçirilmiş su versəz də özünü təmizləyir, verməsəz də. Məsələ burasındadır ki, bizim bədənimizdə yerləşən 4 orqan qrupu var ki, bunlar bizi təmizləyir. Detoks ümumiyyətlə zərərli maddələrdən təmizlənmə mənasına gəlir və insan bədənində qaraciyər bütün o zərərli, istər xaricdən qəbul etdiyimiz dərmanlar olsun, qida maddələri olsun, istərsə də bədəndə yaranan məbadilə məhsulları olsun, bunlardan bizi təmizləyir. İkinci orqanımız böyrəklərimizdir, yenə öz növbəsində bədəni təmizləmə funksiyası görür. Üçüncü orqanımız ağciyərdir, bədəndə mübadilə zamanı yaranmış karbon qazını bədəndən uzaqlaşdırır. Dördüncü orqan sistemimiz isə 4 və 5-ci dəri, bir də bağırsaqlardır ki, bunlar da yenə öz növbəsində bədənin həyat fəaliyyəti nəticəsində yaranmış mübadilə məhsullarını bədəndən uzaqlaşdıraraq bizi detoks edir. İstəyirsiniz siz bunun üçün dediyim kimi çöldən yaşıl bitkilər sokunu verin, istəyirsinizsə də verməyin. Bizim bədənimiz bu funksiyanı yerinə yetirir. Ona görə özünüzü aldatmayın və yaxud da sizi aldatmalarına izin verməyin. Təbii ki, detoks adı altında, detoks içkiləri altında qəbul etdiyiniz bədənə faydalı bitkilər onsuz da öz faydasını verəcək. Amma ona görə yox ki, siz bunu detoks şəklində qəbul etdiniz. Ona görə ki, bunlar zaten faydalı bir komponentlərdir. Amma təbii ki, bədənimizə edə biləcəyimiz bir detoks növü vardır. Və bu detoks növü doğrudan da hər bir qidadan, hər bir belə deyək, yan vasitədən daha təsirlidir. Və bu da dediyim, sadaladığım aşağıdakı punktlardır ki, ən birincisi sağlam həyat tərzi. Yəni, zərərli maddələrdən uzaq qalmaq. Bu, istər spirtli içkilər olsun, istərsə də tütün məhsulları olsun və yaxud da digər insanın bədəninə zərər vuracaq maddələr. Bunlardan uzaq qalmaq birinci şərtimiz. Daha sonra fiziki aktivliklə məşğul olmaq. Mən sizə demirəm, gedin idman zalında saatlarla tər tökün. Amma müəyyən qədər əzələləri işlətmək, müəyyən qədər fiziki olaraq aktiv olmaq bədən üçün çox faydalıdır və həmçində uzun dönəmdə bu yaşlanma proseslərini yavaşıtdığı və insanın daha gənc görünməsinə səbəb olduğuna da gətirib çıxarır. Yəni buna da səbəb olur.